Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahın salamı və salavatı olsun onun əziz və əzəmətli olan Peyğəmbərinə və o Peyğəmbərin mutəhhər əhl-i beytinə, xüsusən onun gözünün nuru, qəlbinin nuru, xanım Zəhra salamullahi əleyhaya və siz əziz və dəyərli izləyicilərə. Mən bu hüzünlü günlər münasibəti ilə, yəni xanım Zəhra salamullahi əleyhanın şəhadəti münasibəti ilə əvvəla zamanənin imamı, Allahın yer üzündə olan hüccəti, Ağa İmam Zaman Əccəlallahu Teala fərəcəhu şərifə və ondan sonra siz əziz və dəyərli müsəlman bacı qardaşlara başsağlığı verirəm. Və Allahdan istəyirəm, xanımın bu əzalı günlərini yaxşı qeyd eləmək, əzalı olmağı hər birimizə nəsib eləsin. Qiyamət günündə Allah təbarəkə və təala o uca məqamlı xanımı hər birimizə şəfiə qərar versin. Xanım Zəhra salamullahi əleyha elə bir şəxsiyyətdir ki, İslam dinində elə bir dəyər sahibidir ki, onun haqqında, onun həqiqəti haqqında məlumat vermək bizim kimi naqis insanlara çox çətindir. Amma o bir vəzifədir ki, və hər bir müsəlmanın bir vəzifəsidir ki, o xanımı zikr eləsin, o xanımın haqqında bildiklərini söyləsin və biri digərimizə söyləyək ki, o uca məqamlı xanım, o əzəmətli xanımın şəxsiyyəti nəsil bə nəsil ötürülsün və gələcək nəsillər məlumatlı olsun. Bəli, bizim görkəmli alimlərimiz bu əzəmətli xanım haqqında çoxlu kitablar yazıblar, cildlərlə kitablar yazıblar. İstəyiblər ki, insanlar bu böyük şəxsiyyətin İslamda olan rolunu və əzəmətini tanısınlar və maariflənsinlər və özləri üçün örnək götürsünlər, öz həyatını o xanımın əxlaqı ilə əxlaqlandırsınlar, gözəlləşdirsinlər. Çünki xanım Zəhra salamullahi əleyha o şəxsdir ki, insanlar üçün haqq və batildə ölçüdür. Yəni, xanım Zəhra salamullahi əleyhanı tanıyan şəxs heç vaxt öz yolunu itirməz. Allahın onun üçün təyin elədiyi o mənəvi yolunu düz gedər və gözəlliklə, ədəblə, əxlaqla ömrünü dünyada başa vurar. Mən bugünkü söhbətimizdə çalışaram xanım Zəhra salamullahi əleyhanın Peyğəmbərin arasında olan o atifəni, o məhəbbəti, o əzəməti ki var idi, bir qədərini siz əzizlərin nəzərinə çatdırın.
Hamımız bilirik ki, xanım Zəhra salamullahi əleyha Peyğəmbərimizin yeganə qızıdır və Peyğəmbərin ona bir ata-bala məhəbbəti var idi. Digər cəhətdən xanım Zəhra salamullahi əleyha Allah-u Təbarəkə və Teala'nın nəzərində əzəmətli şəxs olduğu üçün Peyğəmbərin digər tərəfdən də o cəhətdən ona məhəbbəti var idi, ona atifəsi var idi. Əgər tarixə baxsaq, əgər hədis və rivayətlərə baxsaq, bu atifəni, bu iki əzəmətli şəxsin arasında olmağını aydın şəkildə görə bilərik. Çünki Peyğəmbərimiz sallallahu aleyhi və aleyh bir neçə yerdə xanım Zəhra salamullahi əleyhanın haqqında elə sözlər söyləyibdi, elə kəlamlar buyurubdu ki, o kəlamları, o sözləri insan görəndə anlayır ki, xanım Zəhra salamullahi əleyha dahi şəxsiyyətdir, əzəmətli bir şəxsiyyətdir və Allah nəzərində bəyənilən, ucalan məqam sahibidir. Tək ata-bala məhəbbəti deyil. Təbii ki, hər bir ata öz qızını istəyər, öz qızına məhəbbət edər, buna şək və şübhə yoxdur. Amma Peyğəmbərin xanım Zəhra arasında olan o məhəbbət, o atifə tək ata-bala məhəbbəti və atifəsi deyil. O yerində digər cəhətdən Peyğəmbərin xanım Zəhraya bu qədər məhəbbəti, bu qədər atifəsi xəbər verir ki, xanım Zəhranın Allah nəzərində məqamının ucalığından, məhz elə ona görə də Peyğəmbərimiz sallallahu aleyhi və aleyh o xanıma belə bir məhəbbət göstəribdir. Qur'an-ı Kərimin Nur surəsinin 63-cü ayəsi nazil olanda Allah bu ayədə buyurur: Bismillahirrahmanirrahim. La təc'alu dua'ər-rəsul beynəkum qad-dua'i bəzikum bəzən. Bu ayə nazil oldu. Mənası da bundan ibarətdir ki, bu ayənin Allah buyurur, siz biri-birinizi öz aranızda çağırdığınız kimi Peyğəmbəri çağırmayın. İnsanlar biri-birinə səsləyəndə, çağıranda bir-birinin adlarını tutub çağırırlar və müraciət formalarını eləyəndə biri digərinin adını tutub çağırır, müraciət eləyir. Allah buyurur, siz Peyğəmbəri öz aranızda o cür çağırmayın. Yəni Peyğəmbəri onun adı ilə çağırmayın. Bəs nə cür deyək? Bəlkə deyəsiz ki, ya Rəsulallah, belə müraciət eləyəsiz, ey Allahın Rəsulu. Ayədir, Qur'an-ı Kərimdə Allah insanlara belə sifariş eləyir, belə göstəriş verir ki, siz Peyğəmbərə hörmət eləyin, siz Peyğəmbərin adı ilə çağırmayın, öz aranızda biri digərinizi çağırdığınız kimi çağırmayın. Bəlkə ona müraciət eləyəndə ya Rəsulallah deyə müraciət eləyin. Bu ayə nazil olanda xanım Zəhra salamullahi əleyha buyurur ki, mən artıq Peyğəmbərə ya əbəta sözünü deməkdən həya elədim. Baxın,
Bax, bu atifə, bu məhəbbətə baxın. Və xanım Zəhranın əzəmətinə baxın. Ayə nazil olandan sonra xanım Zəhra təbii ki, öz atasına bizim dildə deyəndə ey ata deyə müraciət eləyirdi. Yəni, hər bir övlad atasına o cür müraciət eləyir. Xanım Zəhra da ki, öz atasına ya əbə, ey ata deyə müraciət eləyirdi. Və xanım buyurur, bu ayə nazil oldu ki, Allah bu cür buyurur, siz ya Rəsulallah deyin, mən artıq həya elədim ki, Peyğəmbərə ya əbəta deyim, ey ata deyim. Mən də ona ya Rəsulallah deyə müraciət elədim. Allahın buyurduğu kimi, göstəriş verdiyi kimi ya Rəsulallah deyib müraciət elədim. Elə ki, bu cür müraciət elədim. Hədisdə var ki, xanım buyurur, bir dəfə, 2 dəfə, 3 dəfə Peyğəmbərə ya Rəsulallah müraciət eləyib dedim, amma gördüm, Rəsul-i Əkrəm sallallahu aleyhi və aleyhdən mənə cavab gəlmədi. Ondan sonra Peyğəmbər üzün döndərdi mənə və belə dedi, ya Fatimə, innəhə ləm tənzil fiki və la fi əhliki və la fi nəsliki ənti minni və ənə minki innəmə nəzələt fi əhlil cəfa və ləğəlizə min Qureyş. Xanım buyurur, o əzəmətli Peyğəmbər üzün döndərdi mənə, dedi, ya Fatimə, bu ayə ki nazil olub, bu sənin haqqında deyil, sənin nəslin, sənin övladların haqqında deyil, sən məndənsən, ənti minni və ənə minki, sən məndənsən, mən səndənəm. Bu ayə nazil olub, təkəbbür, cəfa əhəllərin haqqında. Onlar məni kiçildirdilər, özlərini böyük bilirdilər, adımı çağırırdılar. Allah bu ayəni nazil elədi, onlar mənə ya Rəsulallah desinlər. Bu sənin haqqında deyil, ya Fatimə. Fəquli, ey Fatimə, sən mənə ya əbəta de, ey ata de. Sən ya Rəsulallah demə, sən mənə elə ata de. Niyə? Fəinnəhə əhya lil qəlb və ərza lil rəbb. Sən mənə ey ata deyib müraciət eləyəndə, onda qəlbim dirilir və Rəbb razı olur, Allah razı qalır. Baxın, əzizlər, bu rivayəti mən oxudum sizə. Xanım Zəhra salamullahi əleyhadandır bu. Bunun mənası var. Bunun mənası bu idi ki, sözümün əvvəlində Xanım Zəhra ilə Peyğəmbərin arasında olan o atifə, o məhəbbət, o əzəmət o qədər böyük idi ki, Peyğəmbər buyurdu ki, Zəhracan, sən mənə ey ata deyəndə Allah razı olur. Allah bu işdən razı olur və sevinir. Və qəlblər aram olur və qəlbim elə bil dirilir. Baxın, xanım Zəhranın ya əbə deməklə, yəni ey ata sözü deməklə, Peyğəmbərə müraciətlə, Peyğəmbər buna nə qədər dəyər verir və buyurur ki, sən mənə bu cür müraciət elə, sən mənə bu cür müraciət eləyəndə mənim qəlbim rahat olur. Deməli, burada tək ata-bala məhəbbəti deyildi. Xanım Zəhranın məqamının ucalığından xəbər verir. Xanım Zəhranın hörmətinin Peyğəmbər yanında, Allah yanında ucalığından, əzəmətindən xəbər verir. Ona görə Peyğəmbər bu sözü deyir. Əgər tək bu olmasa, elə hər bir övlad ey ata deyib çağırır. Yəni, atalar bəzən bunu nəzərə alır və bəzən nəzərə almır. Deyir, elə bu mənim övladımdır, vəzifəsidir. Amma
Xanım Zəhranın əzəməti birinci budur ki, Xanım Zəhra deyir ki, əgər ayə nazil olubsa, mən də ya Rasulallah deyim. İkinci tərəfdə Peyğəmbər buyurdu, ya Zəhra fəquli, sən o cür demə, sən mənə ya əbəta de. Yəni, burada Peyğəmbər Xanım Zəhranın ona ey ata deməyindən rahat olur, qəlbi aram olur və buyurur, və ərzalil Rəbb, Allahın razılığı olur. Deməli, Xanım Zəhranın şəxsiyyəti Peyğəmbər yanında böyükdür, Allah yanında böyükdür və Xanım Zəhranın bir ata sözü deməklə Peyğəmbər buyurdu, qəlb dirilir, qəlb özünə gəlir, ürək aram olur. Bax, budur Peyğəmbər ilə Xanım Zəhranın arasında olan atifə və məhəbbət. Təbii ki, bu cür rivayətlər çoxdur, kitablara müraciət eləsəz görərsiniz və lakin mən bunu bu kanal vasitəsi ilə söyləyirəm və deyirəm, məqsədim bundan ibarətdir ki, biləsiz, ay müsəlman bacı və qardaşlar, ay özünü əhli Quran bilənlər, bir baxın Xanım Zəhranın tarixinə. Bir baxın Xanım Zəhranın tarixinə, Xanım Zəhra necə məzlumə oldu və Xanım Zəhra kimlərin tərəfindən məzlumə oldu və Xanım Zəhranın qapısı kimlərin tərəfindən yandırıldı və Xanım Zəhra Peyğəmbərdən sonra hansı zülümlərə məruz qaldı. Bax, bunu axtarış eləyin. Bunu axtarış eləyin, tapın və özlüyünüzdə Allahla öz aranızda bir hökm çıxardın. Hökm çıxardın ki, Peyğəmbərin belə bir şəxsiyyətlə olan atifəsinin nəticəsi o idimi ki, Peyğəmbər 2 ay dünyadan gedəndən sonra, 2 aydan sonra Xanım Zəhra o zülümlərə məruz qalmalıydımı? Bax, məsələ buradadır. Fikrimiz budur. Fikrimiz budur ki, hər bir müsəlman bunu özü üçün araşdırsın və nəticə çıxarsın. Allaha and veririk əzəmətinə. Allah heç bir zaman bizi Peyğəmbər və onun məhəbbət elədiyi şəxslərdən heç birimizi ayrı salmasın və gələn günlərimizi xeyr eləsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.